Evdə, ailəndə ədalətsizlik edirsənsə, Allahın nazirinə hökm verməmsən. Allah da məgər bizə belə əmr edir. 2 zövcən var. Və 3 fərqi yoxdur. 2 zövcən var. Birinə qarşı adilsən, mərhəmətlisən, qayğın çox, diqqətin çox. O birisi bunlarda məhrum olub. Allahın nazil etdiyi ilə hökm vermirsən. Birini çox incidirsən, o birisini incitmirsən. Birini hədiyyə alanda, o birisini almırsan. Belə şeylər çox yayılıb. Bəli, şəriətdə çox arvadlıq var. 4-ə kimi var. 4 dənə ala bilərsən. Bəzi müsəlmanlar var, 2 yoldaşı var və 3 fərq eləmir. Yəni, birdən çoxdur. Görsən ki, ədalətsizlik edir. Adil deyil. Davranışında olsun, gecə həyatında olsun, rəftarında olsun. Bəli, məhəbbət sevmək bura daxil deyil. Birini çox sevə bilərsən. Allah Rəsulən çox kimi sevirdi qadınlarını? Ayşəni. Bu şeydən insan qınanmır. Lakin söhbət müamilədən gedir, rəftardan gedir, qayğıdan gedir, diqqətdən gedir. Burada adil deyilsənsə, qiyamət günü bir tərəfin əyilmiş formada gələcəksən. Deməli, Allahın nazil etdiyi ilə hökm verməmsən. Bu ayə bu məsələyə dair təkcə qanunlardan söhbət getmir. Müəllim sinifdə bir tələbə qonşumun nə oldu deyib 5 yazırsa, 5-ə layiq deyil. O birisi heç tanımıram, haradasa gəlir mikroyona, amma bu məktəbdə oxur, onu mən sıxışdırıramsa, lazım olan dərəcəm vermirəm. Hətta lap deyək ki, layiq olan dərəcəm verirəm. Amma onu artıqlamasını verirəm, qonşumun oğludur, nə bilim, qohumun oğlu deyir ki, adil deyilsən. Nətər olur? Bu birisi qonşunun oğludur, qohum əqrabanın oğludur, layiq olmayan dərəcəm verirsən. Amma bu birisi yad bir insandır sənin üçün. Filan kəs bir adi bir tələbə, məktəb, şagird və s. Ona sən qiymətin kəsirsən və yaxud layiq olan dərəcəm vermirsən və yaxud da biraz fərqləndirirsən. İmtahanda buna suallar asan verirsən, bunu çətində sıxışdırırsan. Niyə? Bu qonşunun oğludur, nə deyər ayıbdır? Qohum əqraba nə deyər ayıbdır? Bu yox. Deyir ki, Allahın nazil etdiyinə hökm verməmsən. Vallahi o məsələ də bura aiddir. Şeyxlər deyir bunu, özümüzdən deməmişik.